Hər kəsə salam qızlar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu günlər yeni bir vlog başlayıram. Xırdalına gedəcəm yenə. Orada Sensei mağazası açılıb. Dedim gedək oranı birlikdə gəzək. Sizə də orada göstərim nələr var, nələr yox. İndi isə hal-hazırda evdəyəm. Divanın örtüyünü dəyişəcəm bu hissəsini. Burada bunu yumuşdum. İndi quruyub. İndi isə bunu sərim. Onu isə artıq götürüb onu yuyacam. Əslində bu hissəsi bizdə artıq qalan hissəsidir. Sadəcə olaraq divanın örtüyünü dəyişəndə, yəni bu hissələrini çıxardıb yuyanda onu zapas kimi saxlamışam. Sərirəm ki, üstünə, yəni uşaqlar üstünə oturanda yenə də divan açıqda qalmasın da, sırf özü ləkələnməsin deyə. Deməli qızlar, bu hissəni dəyişdim. Normalda əslində bunu eyni vaxtda yuyurdum. Sadəcə bu dəfə nədənsə bunu birinci yudum qurudu. İndi isə bu hissəsində yığışdırıb buranı da yuyacam. Belə. Divanın öz hissəsi, baxın, belədir. Burada nəsə düşüb. Hətta bu qolunu da burada ləkələnib artıq. Buranı da götürək. Belə. İndi o hissəsini də yuyum, qurusun, sonra sərəcəm bunun üstünə. Qızlar, bugün bağlamada açacağıq inşallah. Bir mənim sifariş etdiyim palto da gəlib, onu açacağıq. Bir də ki, yenə Zara İspaniyadan olan sifarişim var. Onları açarıq. Əslində onları ayrı-ayrı short videosu çəkəcəm. Amma yenə də bu vlogda da sizi göstərərəm. Burada artıq gəldim Sensei mağazasına. Hələ ki üst mərtəbəsi açılıb. Amma yenə də çox maraqlı məhsullar var idi. İstər geyimlərində, istərsə də ev aksesuarlarında. Bu veşilkalar da çox sərfəli idi məncə. Çünki həm sayı çox idi, həm də qiyməti məncə münasib idi. Bu güllərdən almaq istəyirəm, amma buradan yox, Temudan daha yaxşıları var. Düzü vaxtım qısıtlı olduğundan çox da gəzə bilmədim. Videolarında gördüyünüz kimi hər şey qısa-qısa çəkmişəm. Bu çərçivəni də istəyirəm alam. Yataq otağında taxtın yanına qoymağa, hətta onun güzgüsü var idi. Fərqli-fərqli aksesuarlar var idi. Yəni mənim üçün ən çox maraqlı hissəsi ev dekorasiyası olan hissəsi idi. Düz çox da baxa bilmədim vaxtım az olduğundan. Bunlar da məncə Ramazan ayında gedərdi. Amma ki Temudan sifariş etmişəm artıq. Düz bəzi məhsulları yeni ildən qalma məhsullar idi. Yəni bu dekorativ yastıq da xoşum gəldi. Əsli bizim uşaqların otağına gedər, balacaların otağına. Qiyməti də 14.99 idi. Yəni belə. Əslində endirimlər var idi. Bilmirəm endirimlər açılışa görə bir gün olub, yoxsa necə. Yəni dəhşətli bir endirim görmədim. Amma yenə də məncə qiymətləri yaxşı idi. Burada təbii ki, mən çaşka bölməsi gördüm. Ürəyim getmişdi az qala. Amma qərarsız qaldım ki, hansını alım. Bir bu xoşum gəlmişdi. Bir də ki, bu yanındakı olan Səhra yenə quplu. Yorumlara yazarsa sizcə hansını alım. Qərarsız qaldım, ala bilmədim. Dedim ki, çəkim paylaşım sizlə. Yorumlara yazarsınız, elə gedib alarım. Bir də belə maraqlıları var idi. İçi zərli, içi ürəkli olanda qəşəng idi. Yəni tam belə düzü bir sevgilər gününü qeyd eləmirik, amma o abu-hava var idi. Qiyməti də o qədər yüksək deyil məncə. Maraqlı pipetlər də vardı, amma şişə olduğundan biraz təhlükəlidir. Belə uşaq üçün geyimlər falan, maraqlı məhsullar var idi həqiqətən. Sizə yaxın olan ünvanları varsa gedib baxa bilərsiniz. Bu da üçlü dəsti idi, 24.99. Yəni məncə belə normal idi qiymətləri. Yəni inşallah ki, qardaşımın uşağı qız olar. Yəni bunlara baxa-baxa qalmaram. Onun uşağı üçün alaram. Belə xoşum gəlir ki, qız paltarlarından. Belə, burada da belə kurtkalar var idi. Qiymətləri bunlar da münasib imiş. Baxmadım mən qiymətinə, amma bir videoda gördüm ki, yəni çox münasib idi qiyməti. Bundan da xoşum gəldi. Məncə yaz ayına daha maraqlı olar. Materialda qızlar tam soyuq bir materialı var idi. Mən xoşlayıram belə olan materiallar. Bir gün daha çox vaxtım olana daha geniş gəzərik buranı. Qızlar, mətbəx stollarımızı aldıq nəhayət ki. Görünələ necədir? Siz də fikirlərinizi yazarsınız yorumlara. Bunun düzü ağı da var idi, amma ağını götürməkdir ki, çünki uşaqlara görə. Yəni biz hər dəfə yeməyimizi burada yediyimiz üçün ən çox bura batır. Ona görə istəmədim ki, ağ olsun. Düz ağ olsaydı daha uyğun gedərdi bizim mətbəxə. Amma bu rəngini seçdik ki, yəni ləkəni çox bilindirməsin ən azından uşaqlara görə. Siz də düşünürsünüz qızlar, yorumlara yazarsınız. Bəyəndiniz bu stollar. Düz belə rahatdır. Biraz ayaqları hündürdü. İndi onu ayaqlarını yoldaşım kəsib düzəldəcək. Yəni tam boyumuz uyğun. Çünki baxın o qədər də belə məsafə yoxdur oturma arası ilə.
Bir də qızlar, vannamız da gəlib. İndi birazdan onu da göstərəcəm sizə. Nəhayət ki, paltom da gəldi, çıxdı. Mən S razmerində sifariş etdim. Çünki normalda L ya da M. Çox vaxt M geyinirəm. Bəzi ölçülərdə olur ki, L geyinirəm. Bunu da S sifariş etdim. Çünki çox oversize model idi. Ona görə o qədər də boş qalsın istəmədim əyində. Qızlar, yeri gəlmişkən kanalıma hələ də abunə olmamısınızsa, zəhmət olmasa abunə olun. İstəyirəm ki, bu ilin sonuna qədər 100.000 abunə olaq. Bizlərə inanırsınız bilmirəm, amma mənim bürcümdə çıxmışdı ki, bəs 2026-cı il iş sahəsində daha uğurlu olacaqsınız. Mən də inanıram ki, bu işdə daha uğurlu olacağam. Təbii ki, sizin sayənizdə qızlar. Belə bir şərfim də var. Ətəyi saçaqlı. Bunu da keçən ildə səhv eləmirəmsə almışdım. Bunu da Zara'dan almışdım. Düzü çox böyükdür. Yəni bildiyiniz o nazik şərflər kimi tam belə boyuna dolamaq olmur. Bəs kobud qalır da. Yəni aldığım palto da tam ona oxşuyur. Görürsüz. Bunu isə bu ətəyimlə, bu krem plisə olan ətəyimlə geyinmək istəyirəm. Belə. İndi isə bunu asım yerinə. Düzü qızlar, çox da belə qalın bir şey deyil. Belə nazik bir şeydir. Yəni dəhşət belə isti saxlayacağından əmin deyiləm. Sadəcə görünüş üçün yaxşıdır məncə. Sizə belə astarlıdır, nazik olmağına baxmayaraq. Baxın qızlar, indi bu ətəyimi qoyum onun yanına. Düzü onu da ağ belə kofta ilə. Mənim geyimlərimin çoxsunun üstü ağdır belə. Belə. Krem ətəklə, krem botlarla, bir də ağ hicabla. Məncə qəşəng kombin olacaq. Burada isə artıq keçdim şam yeməyini hazırlamağa. Kalafır hazırlayıram burada qızlar. Bu yeməyi ən dadlı yoldaşım hazırlayır əslində. Amma belə evdə olanda mən hazırlayıram. O sadəcə rayona falan gedəndə, qurban kəsəndə o hazırlayır. Qonaqlar üçün ya özümüz üçün. Həqiqətən çox dadlı da alınır. Yəni onun bişirdiyi kalafır kimi mən həqiqətən də kalafır yeməmişəm. Burada isə yüngülvari bazarlıq eləyib yoldaşım. Düzü biz aylıq bazarlıq eləyirik, amma hərdən belə də olur. Burada görürsünüz 3 ədəd piçeni alıb. Yəni mən ən çox xoşduram piçenli çay içməyi, ya nahara üstünə məsələn şokolad yaxıb yeməyi. Ona görə elə onu alanda çox alır. Belə bir ədəd kalbasamız var. Sonra 2 ədəd çörəyimiz var. Biz bu arada Hicazın məhsullarını istifadə edirik. Keçən yorumda bir xanım soruşmuşdu ki, bəs hansı məhsullardan istifadə edirik? Əgər o xanım da izləyirsə, düz onun yorumuna cavab yazmışdım deyəsən, amma buradan toplu olaraq da deyim. Yəni belə razıyıq. Narazı olduğumuz bir tərəfi yoxdur. Həmişə də ondan alırıq. Yəni deyiblər ki, o halaldır ona görə. Burada da belə kartofumuz bitmişdi. Kartof almışıq. Burada 2 ədəd də yumurtamız var. 2 paçka yəni. Əslində evdə yumurtamız var idi. Amma yenə də baxmadığım üçün, yenə də yumurta demişəm yoldaşıma. Belə pomidorumuz var. Bir də meyvələr var. Bu arada qızlar, stollardan da gördüyünüz kimi bu video dünən çəkilib. Sadəcə olaraq bir günün videosuymuş kimi birləşdirdim. Nəysə üz vurmayın. Burada da 2 ədəd turşumuz var. Bunu yoldaşımın dostu verib. Sağ olsun yoldaşımın dostları. Biri mürəbbə göndərir, biri turşu göndərir. Qızlar, burada Zara'dan olan bağlamanı açdım, short videosu çəkdim. Sadəcə olaraq bir məqamda qərarsız qalıram ki, bəs bağlamanı ilk olaraq short videosunda mı açım göstərim, yoxsa vloglarda mı açım göstərim? Yəni hansı sizin üçün daha maraqlıdırsa, onu yorumlara yazarsınız. Bu arada mən bu geyimləri endirimlə almışam Zara İspaniya saytından. Yəni münasib qiymətə almışam. Düzü kargo pulu biraz baha çıxır, amma yenə geyimlərin özünü uyğun qiymətə almışam. Bizdə qızlar bilirsiniz dedim, mən geyimləri alıram, nəsə sifariş edirəm uyğun qiymətli. Kargo pulu isə mənlik deyil artıq. Yəni mən onu necə deyim, əlavə bir qiymət kimi görmürəm. Çünki o qiyməti yoldaşım ödür deyə, yəni o mənə sayılmır. Mən sadəcə olaraq məsələn bu geyimi uyğun qiymətlə almışamsa, bu mənim üçün uyğun qiymətindir. Belə burada da yoldaşıma belə ayaqqabı almışdım. Yəni bunu da özüm almışam. Bir bayram var idi, dini bayram. Onun üçün yoldaşıma belə hədiyyə almışdım. Ayaqqabını 65 manata almışdım. Oğlum üçün olan köynəyi 10 manata yaxın bir qiymətə almışdım. Şalvarını isə 22 manata almışdım ya da 25 manata, nəsə dəqiq yadımda deyil. Kaş ki kargo qiyməti də uyğun olardı. Yəni digər yerlərdən çatdırılmaya baxanda İspaniyadan çatdırılma daha bahadır. Oğlum üçün aldığım bu köynə şalvar isə daha əvvəldən görmüşdüm Zara'da. Sadəcə qiyməti baha olduğundan almamışdım. Gördüm elə endirimə düşmüşkən dedim alım geyinsin.
Burada artıq oğlum yatmışdı. Gəldim gördüm ki, paltarlarını da belə qucaqlayıb, yorğanın altına qoyub yatıb. Ya həqiqətən uşaq olmaq, nə bilim, biz də uşaq olmuşuq. Düzdür də bu qədər yadıma gəlmir ki, belə eləmişik. Amma onu bilirəm ki, hər dəfə bizə təzə paltar alanda evə kim gəlirdisə, bir-bir açıb onlara göstərdik. Ən əsası da məktəb paltarlarını. Qızlar, deməli sizə göstərəcəm. Baxın. Vannamız gəlib. Necə görsənir. İndi onun alt hissəsinə ağ daşlar qoymalıyıq. Hələ ki onları almadıq. Bugün vanna gəldi. Onları da yəqin 1-2 günə belə alıb bütün yerini ağ daşlar eləyəcəyik. Bu arada bunu da Temu'dan almışam. Belə ətirləndiricidir. Bu da ki balıq qulağıdır belə. Necə də qızlar yaraşdı bura. Yerinin də ağ daşları gələndən sonra, tamamlanandan sonra məncə daha qəşəng olacaq. Bunlar da belə. Baxın, bir də burada. Bir də məndə belə də var, vanna topları. İndi bunları bura qoyaq, qəşəng. Burada bir dekor yaradaq. Bir də mənim zəhra şampunlarım var. Onları da gətirim qoyum. Sonra şəkil çəkim qəşəng. Bunları da qoyaq bura. Sonra isə məndə musiqi alətimi deyim, musiqi playerimi deyim. İndi onu da gətirəm, ona Temu'dan vurmuşam. Bu arada qızlar, bu taxtanı da Temu'dan vurmuşam. Burada hətta belə bir bölməsi də var. Siz buranın kompüterinizi də qoya bilərsiniz, telefonunuzu da qoya bilərsiniz. Ümumiyyətlə, bundan mən elə bilirəm ki, dincəlmək üçün çox yaxşı vasitədir. Yəni, insan bütün günün yorğunluğunu atar məncə. İndi bunu bir dəfədə tam belə hazırlamağın, doldurmağın, otobüsüyə salmam. Qəşəng bir dənə ağlımda video var. Onu çəkib shorts videosu kimi paylaşacağım. Gedim o playerdə gətirim, gəlin. Baxın qızlar, bu da belə bir şeydir. Belə açırsınız. Bu da bluetoothla işləyir, telefona bağlana bilirsiniz. Özünün də 2 yoxsa 3 dənə belə mahnısı olmalıdır. Belə. Aha. Belə səs verir, həm də ki, işığı söndürün, baxın. Bir dənə bu səsi var. İndi mən bunu... İndi keçdi Bluetooth moda. Yəni, telefondan istədiyiniz mahnının, musiqini qoşa bilərsiniz. Yəni, belə vanna otağı həqiqətən tam istədiyim kimi oldu. Bunu da Temu'dan almışam qızlar. Bunu isə Rus blogerdə görmüşdüm. Mən deyirdim, əvvəlki vloglarına demişim də sizə ki, bu hamamın dizaynını məhz həmin xanımdan götürmüşəm. O da bundan almışdı. Sonra isə, baxın, bu balıq qulağını da almışdı. Mən də xoşladım, aldım. Bunu bilmirəm, harada görmüşəm. Temu'da gördüm, amma dedim ki, maraqlı bir şeydir, aldım. Belə, bu da çox gözəl bir şeydir. Yəni, tam istədiyim kimi oldu. Bir də sizə nəyi göstərim. Bu gülü yoldaşım gətirib, iş yerində idi. Bu, əvvəl qaldığımız evdə idi. Yəni, çox əvvəldə, haradasa deyim bir 3-4 il olar. Bunu əkmişdik biz. 2 dənə idi. 2 qabda ayrı-ayrı əkmişdik. Sonradan kiraya köçdük ora-bura. Yoldaşım da bunları götürdü, apardı, qoydu müdürün dükanına. Dekor kimi qoymuşdular da orada. Yine dedim ki, gətirsin evə, evdə gül olsun da, təbii canlı bir şey olsun. Neyse, ona görə gətirdi. İndi onun dipçəyini görürsünüz, yəni heç bir əlaqəsi yoxdur bizlə. Ona görə onu dəyişəcəyik. O zeytin ağacını bəlkə dipçəyindən aldım Temu'dan, ya da ki, bəlkə sətələkdən yoldaşım aldı. Yəni, onun dipçəyi belə qalmayacaq. Bir də qızlar, indi bizdə hal-hazırda orada küncdə güzgü olmadığı üçün bunu prosto bura qoymuşam. Bayaq ora qoydum, o zeytin ağacının yerinə qoydum. Nəsə tam belə xoşum gəlmədi. Ora boşdu deyə oranı doldurmadı. İndi fikirləşirəm ki, güzgü gələndən sonra yenə də o gülü qoyacağım ora. Əgər tam yaxşı olsa orada qalacaq, zeytin ağacını isə bura qoyacağım. Çünki buranı boş görmək istəmirəm. İstəyirəm ki, orada nəsə yaşıllıq bir şey olsun. Bir də qızlar, Temu'dan da sifarişlərim var.
Ramazan ayına dekorlar vurmuşam. İndi inşallah ki onları da sizə elə bu vlogda göstərəcəm ki, nələri sifariş etmişəm. Bəlkə kimsə sifariş etmək istəyər. Yəni çünki bilirsiniz də, yəni gec gəlir sifarişlər. Ona görə istəyirəm ki, göstərim ki, sizə sifariş etmək istəyən olsa sifariş etsin. Tam həmin vaxta uyğun da gəlsin, çatsın sifarişləri. Bu arada qızlar, bu stolları dəyişmək qərarına gəldik. İndi mən sizə göstərəcəm ki, ChatGPT-yə atdım. Düz mənim də tam ürəyimcə olmadı. Bayaq sizə təzə gələn vaxtda göstərmişdim. Yəni nəsə o deyil də, yəni tam elə bil ki, bizim evə aid bir şey deyilmiş kimi, ya bu adaya aid bir şey deyilmiş kimi görsənir. Yəni bilmirəm, belə çox enlidir, nədir, rəngidir, hər nəsə, yəni tam o deyil. Baxın, belə arxadan da göstəreyim sizə. Ona görə indi ChatGPT-nin atdığı şəkildə qoyacağım bura ki, baxarsınız da, yəni o daha çox yaraşır bura. İndi sabahlar bunları yoldaşım qaytaracaq. Əgər tapsaq ondan, tapmasaq da ki, yenə axtaracaq ki, yəni ağ bir şey olsun, amma dəri bir şey olsun da, parça bir şey olmasın. Düzü bu parçadır. Amma o qədər də ləkə bilindirən parça deyil də, yəni yaxşıdır mətbəx üçün. Amma ki, nəsə o rəngi boğdu elə bil. Tam belə yaraşmadı elə bilirəm. Bir də bu ütünü də bura niyə görə qoymuşam? Keçən vlogumda bir xanım yazmışdı ki, bəs bu ütü qoruyucu ütünün altını məhv eləyir. İndi hətta burada kameradan görsənmir bilmirəm, amma mən görürəm ki, əhlənib. Bunu da bura qoydum ki, bəs bir yerdə açaq. Bundan istifadə edənlər varsa, yəni istifadə etməsinlər. Mən də alıb taxandan bəri heç vaxt altına baxmamışam, ta ki o yorumu görənə qədər. O yorumu görəndən sonra baxdım, gördüm ki, həqiqətən də ütünün altını ərkləndirib. İndi tam açmamışam. İndi bir yerdə açaq, baxaq görək hələ ütünün altı nə vəziyyətdədir. İndi başlayaq bunu buradan açmağa. Bunu biraz həm salmaqda çətin idi. İnşallah ki, rahatlıqla aça bilərəm. Desən rahat açıldı. Bir yerdə baxaq. Yəni bu hissələrinə baxın. Görürsünüz, bunun altı belə ərklənib. İndi isə ütünün altına baxın. Bunlar indi yəqin ki, yolanda. İndi təmizləməyə çalışacağım. Görək hələ gedirmi yoxsa yox. Məncə gedir, amma ərkdir. Amma onu istifadə etməyəcəm artıq. Bu arada o videonun altına yorum yazan xanıma da buradan təşəkkür edirəm. Əgər bu videoya baxırsa, həqiqətən də çox sağ olun ki, bu məlumatı mənə verdiniz. Yəni düzdür, çox bərbad gündə deyil, amma yəni çox istifadə olunsaydı məncə daha pis günə düşərdi. Köməyimizə çatdır yenə. Nəm salfetkalar. Görək elə. Məncə gedir, amma yaxşıdır ki, gedir. Yüngülvari ərkdir. Həm də bunun altı tefal trildir deyə. Ona görə yəni rahatdır. Boşluq olan hissələrdə şotka ilə falan təmizləmək lazımdır. İndi gətirim şotka ilə də yoxlayım. Bunları təmizlənsin. Göstərəcəm sizə. Qızlar, şotka ilə də təmizlədim. Yəni o içəridə olan hissələrdə hamısı getdi. Yaxşı ki, çox bir ciddi bir ziyan vurmadan necə xilas elədik. Yəni həqiqətən də buradan o xanıma təşəkkürümü bildirirəm. O yorumuna görə. Neyse qızlar, yəni bu hallar yaxşıdır ki, məsələn mən çəkib paylaşıram. Bilmədiyim şeylər də rəydə yazırlar. Çox sağ olsunlar. Yəni ona vaxt ayırırlar, yazırlar, həqiqətən. Yəni onların sayəsində mən də öyrənmiş oluram. Yəni bu da YouTube'un, istər yəni başqa sosial şəbəkələrində bizə olan xeyri həqiqətən. İnsan bilmədiyini də buradan öyrənir başqalarından. Belə ütümüzün də altı oldu tərtəmiz. Bunu da belə daha yaxından göstəreyim, görürsünüz. Zaten bir şey yaramır. Yəni mən bunu almışdım ki, paltarların üstündə parıltı olmasın deyə almışdım. Yəni onun da bir şey yaramadı. Belə yandırmağa da onsuz da ehtiyatla eləyirəm. Tam isti olmur, onsuz da ütü yandıran deyil. Həm də ki, ütünü elə ərkləndirdiyinə görə istifadə etməyəcəm bunu. Deməli qızlar, baxın, bir dənə belə düzü kartondandır, amma ulduz formasında işıqlıdır. Sonra isə belə bir dekor. Bunun başqa forması da vardı, onu almaq istirdim. Sonra onun qiyməti qalxdı deyib bunu aldım. Qiymətlərini isə gələndən sonra deyirəm hamısını bir-bir. Sonra belə bir dekor yenə. Bu işıqları aldım. Fənər almışam dəmir formasında. Onların içinə belə işıqlar qoymağa. Sonra bu isə hər gün təqvimi dəyişirsən də Ramazan ayı boyunca. Sonra belə salfetka üzükləri almışam. Bir də belə stəkanlar almışam. 8 ədəd aldım. Bunun yadımda da qiyməti 29 manat vermişəm 8 dənəsinə. Bir də qızlar, belə bir şey var süfrə üçün. Bilmirəm bunun bu rəngini alım, yoxsa bu qızıl rəngini alım. Bunlar Azərbaycanda istehsal olunur. Düzü, Dubayda da var. Amma oradan etibar eləmirəm sifariş etməyə. Deyirəm elə ən yaxşısı buradan
deyim hazırlasınlar. Mən bunu daha çox istəyirəm. Niyə görə? O da ki, mən aldığım stəkanlar da qızılıdır, cəngəl qaşıq da qızılıdır. Sonra süfrəyə qoyacağım dekorlar da qızıl olacaq deyə. Yəni bu daha çox şit görsənəcək məncə süfrədə. Yəni çox qızılı olacaq hər şey. Ona görə istəyirəm ki, biraz bu olsun. Çox da gözü yormasın. Bir də qızlar belə bir şey bayaq dediyim işıqları almışdım fənər üçün. Bunun üçün şamda qoymaq olar. Amma elə işıq aldım ki, daha çox, yəni yuxarılarına da divarlara işıq vursun da. Ona görə belə. Bunlara da çox xoşum gəlir. Bunların ağ rəngi də var idi, beləsi də var idi. Mən belə aldım ki, daha antik Ramazan ayına uyğun olsun. Belə qızlar, mən isə vlogu burada sonlandırıram. Gedirəm videonu editləməyə. İnşallah ki, sabahları paylaşaram. Əgər bura kimi izlədinizsə, kanala abunə olmağı, yorum yazmağı və bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir qızlar. Çox önəmlidir həqiqətən. Çünki istəyirəm ki, il sonuna qədər 100.000 abunə olaq inşallah. Yəni hər birinizin dəstəyini gözləyirəm. İnşallah ki, məni bu yolda 100.000 abunəyə çatdırarsınız. Özünüzə yaxşı baxın. Hələlik.